Salam, xəbərin brendi günün trendi efirdədir. Bugün şəhid Pəncəli Teymurovun doğum günüdür. O 1981-ci il 24 mart tarixində Astara rayonunun Əzərüt kəndində anadan olub. Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Tərtər istiqamətində düşmənlə döyüşə girib, Talış yüksəkliklərinin alınmasında fəal iştirak edib. 2016-cı il 3 aprel tarixində qəhrəmancasına həlak olub. Allah rəhmət eləsin. Həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən bunu sidq ürəklə deyirəm, təmiz ürəklə deyirəm. Hər zaman xalqım üçün, vətənim üçün, torpağım üçün canımla, qanımla keçməyə hazıram. Və həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olub, Azərbaycan Respublikasının 3 rəngli ay ulduzlu bayrağı ilə bükülüb tabutun dəfn olmağa geçsin. Hamınızı öpürəm. Ciddi öpürəm səni mənə. Uzaq ellərdə adımlar ünvanımla, dastanlara sığmayan şürətim var şanımla. Uzaq ellərdə adımlar ünvanımla. Amerika Birləşmiş Ştatlarında neft emalı zavodunda partlayış olub. Yeah, if I can get a hand with it, it's like froze up really bad. Birləşmiş Ştatlar Silahlı Qüvvələri İrana qarşı apardığı hərbi əməliyyatlar zamanı yüksək dəqiqlikli döyüş sursatlarından istifadə etdiyinə dair görüntülər yayıb. İranın raket hücumu nəticəsində Təl-Əvivdə bir neçə binaya ziyan dəyib. İsfahan və Xürrəm şəhərdəki qaz paylama stansiyası vurulub. Dnepr şəhəri üzərində Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən Rusiyaya məxsus şahid dronu vurulub. Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya gübrəsi və Qarabaşağı Biləcərdən yola salınıb. Bağlı video
kərəm sahibidir. O Rəbb ki, qələm vasitəsilə öyrətdi. İnsana bilmədiyini öyrətdi. Ürəyimdə bir səs var. O səs qorxumdan daha ucadır. Camaat, mən bu məktəbi daşdan tikmədim. Mən onu qızların gələcəyindən tikdim. İnsana bilmədiyini öyrədən Allahın adı ilə deyirəm. Bir oğlanı oxutmaqla bir fərdi savadlı edirsiniz. Amma bir qızı oxutmaqla savadlı bir millət yetişdirirsiniz. Biz bu məktəbə gəlmək üçün qorxu ilə evdən çıxdıq. Amma qorxumuzdan güclü bir şey var idi. Oxumaq arzusu. Məktəb sadəcə bir bina deyil. Məktəb bir millətin taleyidir. Biz hələ gələcəyin necə olacağını bilmirik. Amma bilirik ki, bu qapıdan keçən hər qız tarixi dəyişəcək. Sizin qorxa-qorxa açdığınız o ağır qapılar bugün bizim üçün dünyaya açılan pəncərəyə çevrildi. Sizin cəsarətiniz bizim azadlığımız oldu. Qaynar xəttimizi, WhatsApp nömrəmizi sizin nəzərinizə çatdırıram. Sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı video çəkiliş edib, həmin videonu günün 24 saatı istənilən vaxt bizim qaynar xəttimizə 051 583 2408 nömrəsinə göndərə bilərsiniz. Siz çəkin, göndərin, biz trend edək. Xəbər ziyafətimiz yekunlaşdı. Yenidən görüşərik. Vədimizə sadiq olaq.